boşanma sürəcindəyəm. Uşaqlarımın ən az zərərlə bu vəziyyəti həzm etməklərini istəyirəm. Çalışam ki, öz hisslərimi də, ona qarşı olan qəzəbimi də öz içimdə bastırım, saxlayım. Hətta valideynlərimə belə çox bildirməməyə, çox hər şeyi danışmamağa çalışıram. Yoldaşınızla barışacaq ya da onunla eyni həyatı paylaşacaq hər hansı bir kiçik bir ümid işığı, kiçik bir sülh ağacı varmı orada? Uşaqlarımın da mənim həyatımı yaşamaqlarından qorxuram. Bəlkə də siz bu çarxı qırmaqla ona da özü üçün, qızınız üçün də həyatında gözəl bir həyat qurmağa siz vəsilə ola bilərsiniz. Salam, xoş gəlmisiniz. Salam, xoş gördük. Mənim bura gəlmək səbəbim əslində uşaqlarımla bağlıdır, özümdən çox. Çünki bir belə deyək, boşanma sürəcindəyəm və uşaqlarımın ən az zərərlə bu vəziyyəti həzm etməklərini istəyirəm. Düzdür, indiyənə kimi biraz yanlarında çox travmatik tərəflərimiz olub, yəni psixoloq falan yanında aparmışam, amma mənim də öz sakitliyimi qorumağım üçün əslində bura gəldim ki, qarşı tərəfdən daha az konflikt yaşayaq, daha az uşaqların yanında davam edək deyə. Əslində boşanmaq dediyimiz qərarı da çox asan alınmayıb, yəni çox uzun bir müddət, illərdir ki, biz bunu artıq yaşadıq və bitirmək qərarına gəldik. İndi isə çalışam ki, öz hisslərimi də, ona qarşı olan qəzəbimi də öz içimdə bastırım, saxlayım. Hətta valideynlərimə belə çox bildirməməyə, çox hər şeyi danışmamağa çalışıram. Yoldaşınızla bu barədə qarşılıqlı razılıq ilə mi ayrılırsınız, yoxsa çox böyük bir mübahisə ilə mi? Əslində böyük bir mübahisə var, oldu. Bir neçə dəfə də oldu. Amma hal-hazırda bu sonlandırmağı heç olmasa sakit bir şəkildə eləməyə çalışırıq, dediyim kimi uşaqlara görə. Amma yenə də o tərəfdən biraz kiçik də olsa sözlər belə insanın qəlbində bir iz buraxır. Ona görə çalışdığım qədər onu belə yaşamamaq, uşaqlarıma hiss etdirməmək, valideynlərimə güclü qalmağa çalışıram, belə deyim. Heç düşünmüsünüzmü yoldaşınızla barışacaq ya da onunla eyni həyatı paylaşacaq hər hansı bir kiçik bir ümid işığı, kiçik bir sülh ağacı varmı ortalıqda? Açığı yox deməzdim, çünki mən elə düşünürəm ki, hər şeyi cəhd etdik, daha doğrusu cəhd etdim. Hər şeyi biraz da olsun uşaqlara görə tolerans, kompromis eləməyə çalışdım, amma görürəm ki, heç bir o balaca bir kiçik işıq belə yoxdur. Çox təəssüf, təbii ki, insan evlənmir ki, boşansın. Boşanmaq üçün evlənən insanlar var ətrafımda, bəli var, yəni insanlar tanıyıram. Amma mən elə insan deyiləm ki, yəni valideynəm, uşaqlarımın gələcəyini, təbii ki, onların da ataya ehtiyacı var. Eyni şəkildə mənim də bir ailəmin dağılmağını heç istəməzdim. Yəni bir balaca kiçik işıq belə yoxdur ki, biz bunu bərpa edək, bu münasibəti bərpa edək. Bəs nə olmasını istəyirsiniz bundan sonra ya da qorxunuz nədir? Qorxum əslində uşaqlarımın da mənim həyatımı yaşamaqlarından qorxuram. Qızımın mənim kimi olmağından qorxuram. Çünki mənim də mamam çox atamla boşanmaq istədi, ayrı yaşadıqları vaxtlar olub. Amma boşanmayıb. Həmişə dediyi söz vardı ki, mən sizə görə, uşaqlarıma görə boşanmadım, dözdüm, oturdum
mən dözüb oturmaq istəmirəm. Mən o yaşadıklarımı öz uşaqlarıma da yaşatmaq istəmirəm. Nə qədər biz valideynlərimizə, mamamıza, babamıza desək ki, boşanın, boşansanız daha yaxşı olardı. Amma onlar başqa bir insanlar idi, başqa bir dəyərlərə sahib idilər. Boşanmadılar. Amma mən isə indi bu qərarı verdiyim üçün peşman deyiləm. Amma mənim də uşaqlarımın sanki elə bir ki, bu şeyi yaşaya bilərlər deyə qorxuram. Bu sizin əlinizdə olan kontrol edəcəyiniz bir şey deyil. Çünki siz ancaq öz həyatınızdan məsuliyyətsizsiniz və onlar da böyüdükdə öz həyatlarından məsuliyyətli olacaqlar. Və siz hardan bilə bilərsiniz ki, onlar üçün bu addım daha yaxşı olacaq? Sizin hal-hazırda uşaqlarınız üçün edə biləcəyiniz gözəl bir alanlıq ola bilər və əlinizdən gəldiyi qədər onların xoşbəxtçiliyindən, yəni yanında olmağından siz bəli məsuliyyətlisiniz. Amma onların həyatı üzərində sizin çox da belə deyək kontrol edəcəyiniz bir məsələ deyil. Amma əgər bəlkə də bu çarxı qırmasaz, bax o zaman o sizin qızınıza keçmiş olar və o zaman bəlkə də o da yenə xoşbəxt olmayan bir ailə qurmuş ola bilər. Bəlkə də siz bu çarxı qırmaqla ona da özü üçün, qızınız üçün də həyatında gözəl bir həyat qurmağa siz vəsilə ola bilərsiniz. Və bu süreçdə siz sadəcə öz xoşbəxtçiliyinizlə məşğul olmalısınız ki, və qızınız sizə baxaraq, bəli, anam xoşbəxtdir deyib, çünki uşaqların xoşbəxtçiliyi onların valideynlərinə baxaraq, onlar necə xoşbəxtdirlərsə, o zaman da onlar özlərini daha yaxşı hiss edirlər. O yüzden özünüzlə məşğul olmaq və bu müddətdə əgər siz analığınızı çox doğru şəkildə yerinə yetirirsinizsə, əlinizdən gələni edirsinizsə, o zaman heç bir narahatçılığa ehtiyac yoxdur. Buraxın həyat özü hər şeyi yerinə oturtduracaq. Əslində çox dediniz ki, bəlkə də mən artıq xoşbəxt olmağı seçməliyəm. Keçmiş ya da gələcəyi düşünərək deyil də, hal-hazırdakı anımı, hal-hazırda uşaqlarımdan keçirdiyim zamana diqqət yetirməliyəm. Çünki onlara xoşbəxt qadın göstərmək yerinə güclü qadını göstərirəm və onlar da sanki mənim yanımda bir güclü olmağa, nəyisə sanki etməyə çalışırlar. O da mən əslində incidir. Çox doğru qeyd etdiniz ki, əslində mən anamın bədbəxt qadın olub deyərəkdən mən xoşbəxt olacağam, mən güclü olacağam deyə qarışdırdım xoşbəxtliklə güclüyü. Amma hal-hazırda onlara xoşbəxt qadını göstərməliyəm. Çox sağ olun. Təşəkkür edirəm, siz sağ olun.